Salam dostlar, necəsiniz? Bugünkü videomuza xoş gəlmisiniz. Uşaqları apardım, məktəbə qoydum, gəldim. Evləri yığışdırıram. Siz təmizlik videosu sevirsiniz deyə istədim sizlərə çəkim. Bu aralar ancaq paltar yuyub asmaqla məşğulam. Yaylıq, qışlıq edəndə yəqin ki, hər kəsin evində elə olur. İndi kurtkaları yığdım. Evdə hər yer paltardır. Burada yuyub yığışdırdıqlarımdır. Bu hələ yarımçıqdır deyə bu kloku götürməmişəm. Uşaqların otağında da ipdən paltar əksik olmur. Yenə yaxşıdır, hava istidir, tez-tez həll eləyə bilirəm. Biraz evləri yığışdırım. Yeməyə də lobiya hazırlayacağım. Asan yemək həll eləyəcəm inşallah. Bu dəfə kurtkaları astım. Yəqin ki, günün sonuna yenə də paltar olacaq. Onları da asacağım. Burada da qatlanmaq üçün məni gözləyən paltarlar. Hansılar ki, fikirləşirəm Fatimaya artıq gələn olmayacaq. Onları kənara ayırıram. Ora ütlənməliləri qoymuşam. Paltarları qatladım, qoydum. Bunlar ütlənməlidir.
Ət almışam. İndi onu sizlərlə birlikdə doğrayıb çəkəcəm. Mən necə yığıram, onu göstərəcəm. Əsasən mən çəkilməli ət istifadə edirəm. Ona görə çoxsunu çəkəcəm ətin. Anarla birlikdə doğrayacağıq. Sən nə tərsin doğursan? Çəkilməli dönəri ət eləyirsən. Onda mən sənə ət verəcəm, balaca doğru. Pişməkdə niyə verib ki? Bunlar da dadlı olur. Əslində bosfor kimi eləyə bilərik. Pomidorun, biberin sezonudur. Belə qəşəng düzəlik. Soğanı. Bildiniz mi? Qəşəng yağlı. Mən az sunu edirəm. Hamısını edirəm. Göstər mənim çıxarım. Al. Sonra sən Doğramamaq üçün yaran. çevir dorğada, sən düz yerindən dorğamısan. Belə dorğa, bax, belə birinci ətdən kəsəndə yağı altda qalanda daha rahat dorğanır, nəinki belə. Qəşəngdir. Belə hissəsindən mən qılsın. Neynəsən ki? İstəyir. Tərəfdən olma. Döyüb sonra çevir. Bu qədər bəs deyil. Əslində ətin içində yağ olanda qəşəng dadlı olur da. Biraz da yağ olsa. Buyur. Elə də olur. Belə bıçaq tutmursan. Yaxşı, ala bu bıçağı burnundan gedir. Çox hələ. Anar xoşlayır ət dorğasın. Yemək hazırlasın. Xoşuna gəlir. Nə istəyirsən? Yağlı tərəfindən? Bəs nə oldu, yağ xoşlamırdı? Steak. Özünə steak hazırlayacaq. Görək hələ. Nə vaxt hazırlayır? Bunun burasından verir. Tək yağla. Biraz Neyə? Steakə yağ verir burası. yox. Bura atın. Hədə o balacan verdim ki sənə. Qəşəng özündən yemək hazırlamağı xoşlayır. Qatır, qarışdırır, amma nə təhər olursa daxdı yeməklər çıxır ortaya. Bir dəfə yeməyə xiyar qatmışdı. Yadında? Amma dadı da qəşəng idi, necə oldusa. Hər kəsdiyim xoşuma gələn deyəsən. O pişiklər olur, belə durur, əti bağırır. Ət hər kəsdikcə anar deyir, o qəşəngdir, o qəşəngdir. Babası qəşəng ət alır. Yox, mən qaburqa aldırmıram ki, siz çəkilmiş ət xoşlayırsınız. Babası qəşəng ət alır. Hər kəsib əti çıxartdıqca anar deyir, mama, o ət lap qəşəngdir, mənə biraz da ondan ver. Əti canlıda doğradıq. İndi yığıram maizənkə. Bu 3 dənə sümükə ət çıxdı. Belə 3 dənə balaca doğrayıb yığmışıq. Dönər falan edəndə istifadə edəcəm. Bunu indi çəkib, çəkməli əti də yığacam. Bu isə anar özünə götürdü bir gün. Yemək hazırlayacaq. Onu da çəkəcəm inşallah. İndi bunları yığıram xərcinka.
Ətini demək olar ki, qurtarmışdı. Bir dənə dönəri ətim qalırdı. Bu da keçən dəfə pide hazırlamışdıq. Onun içindən qalır qoymuşam. Bu bir dəfəm Çin börəyi hazırlamışdıq. Onun içiydi qoymuşam. Bunları hazırlayacağım tezliklə. Bir dənə sümüklü ət qalırdı. Şimdi bunları da yığım bura. Bu sümüklü əti qabağa qoyacağım ki birinci o istifadə olunsun. Aşağıda da toyuqları yığmışam. Bunlarla inşallah bir gün KFC kotlet hazırlamaq istəyirəm. Görək nə vaxt edirəm. Bu da ləvəngisi idi. Bunu da qoymuşam dondurduya istifadə edirəm. Bunlar da doğradığım, qoyduğum toyuqlardır. Sümüklü ətidir. Sup üçün. İndi çəkilməli olanda çəkim qoyum. Bunları hələlik bunun üstündən yığıram. Yapışmasın. Sonra bunu birinci yerə qoyacağım. İlk öncə bunu istifadə edim deyə onu birinci qoyacağım. Bunlar indi donsun sonra. Nəhayət çəkilməli ətləri də bitirdik. Sağ olsun Fatimə kömək elədi. İndi bunu qarışdırıram. Çünki yağlar qarışsın hər yerinə. Əlcəyim qutarıb. Yoxsa əlcəklə qarışdırardım. Xəbərim də heç olmuyor. Bu qədər ət çıxdı. İndi bunları da yığacam buzluğa. Belə, bunlar da hazır. Şimdi bunu da dəyişim biraz. Все. Evet, sırasını. Aslında bunun tuzluğunu temizlemedim. Kabul yemiş. Gösterçi nereden çıkartacağım? Tam kızı bunu benim de evvel doksun kakaya verdiler.